Salam dəyərli şagirdlər, gəlin fırlanma cisimlərində ait belə bir suala baxaq. Deyir, kürənin mərkəzindən 2 metr məsafədən keçirilmiş kəsiyin sahəsi 5 pi kvadrat santimetr olarsa, daha doğrusu kvadrat metr olarsa, kürənin həcmini tapın. Böyük kürəmiz budur. Baxın, kürənin mərkəzindən bu odur. 2 metr məsafədə olan, 2 metr buradır. Bura 2 metrdir və bura perpendikulyar olacaq. Bu dairənin sahəsi 5 pi'dir. Onda dairənin sahəsi pi r kvadratı bərabərdir 5 pi'yə bərabərdir. Pi'lər ixtisar gedir. R kvadratı bərabərdir 5'ə. R də bərabərdir kök altında 5 olacaq. R yəni buradır, kiçik r. Bura kök altında 5'dir. İndi burada düzbucaqlı üçbucaq alındı. Biz böyük kürənin həcmini tapmaq üçün baxın bunu tapmalıyıq. Bu da böyük kürənin radiusudur. Onu da Pifagor terimindən tapa bilərik. Böyük R bərabərdir kök altında. Kök altında 5'in kvadratı 5'dir. Üstə gəl 2'nin kvadratı 4'dür. Bərabərdir kök altında 9 və bundan da kök 3 çıxır. İndi bizə kürənin həcmini, böyük kürənin həcmi nədir? V bərabərdir 3'də 4 pi r'in kubu. Yəni 3'də 4 pi. R'imiz 3'də, 3'ün kubu da 27'dir. 3 ilə 27 ixtisar gedir 9, bərabərdir 4 vur 9 vurulsun pi, o da bərabərdir 36 pi. Deməli, kürəmizin həcmi oldu 36 pi.